Buyurun, özünüz təqdim edin. Mən Ünvanınız. İsmailov Rahil, İsmail rayonundanam. İsmailov Razimin oğlu. Bu Qarabağ qəsəbəsində yaşayırıq. Hal-hazırda burada şərait yoxdur. İşıq yoxdur, nə bilim, vəziyyət pisdir. Avtobusda yaşayırıq. Yəni bu neft ölkəsində belə yaşamaq da götürəndə mən özümə utanıram ki, şəxsən bu cür yaşamaq düz gəlmir. 4 dənə uşaq saxlayırıq burada. Bunların günü budur, avtobusdur, dəmirdir. Götürəndə də o imkan olmayıb ki, onu yaxşı bir təmir edəsən, nəsə bir şey vəziyyətə gətirəsən. Rayonda da getmədiyimiz, müraciət eləmədiyimiz yerlər qalmayıbdır. İcra hakimiyyətinə getmişik, yəni bir məntiqli bir iş çıxmayıbdır. Sonra Ailə və Uşaq Yardım Komitəsinə getmişik, oradan da bir hayan olmayıbdır. Sosial yardımdır, ünvanlı sosial yardımdır. Onda 2 ildir gedib gələm, amma vaxt uzadırlar. Sosial yardımı ala bilmirəm. Və bunlar gələcəyin əskərləridir, 3 dənəsi. Və bunlar xəstə olandan sonra, bunların ciyəri gedəndən sonra, bunlar nə tər vətən qoruyasıdır? Necə vətən qoruyacaq bunlar? Axı, bu qədər keçilməz olmaz axı. İnsan bu həddə gəlib, biz daha dözə bilmirik. Daha yaşayış yox deyə, yaşayış yanıbdır. Bu cür yaşasın bu uşaqlar. Odun yandırır. Özünüz işləyirsinizmi haradasa? Xeyr, iş yerimiz yoxdur. Budur, əlim də kəsirdir. Ağır işə gedə bilmirəm, müəllim. Ağır işə gedə bilmirəm, yəni ki, iş yeri də yoxdur. Neçə yerdə, neçə dəfədə o İcra hakimi iş yeri üçün gedib maraqlanmışıq. 3-cü səfərdə məşğulluğa getmişik, adımızı yazıblar, oradan da bir nəticə çıxmadı, yəni. Ünvanlı sosial yardım alırsınızmı? Xeyr, ünvanlı sosial yardım almıram. Yəni 2 ildir, yəni get-gələ salıblar, mən ünvanlı sosial yardımı almıram. Bu 4 uşağa, yəni ünvanlı sosial yardım düşmürsə, yəni bizim bu xalqda, bu dövlətdə yaşamağımız heç bir qeyri-mümkündür. Yəni bu aznacaqlı, bu mən görməmişəm, yəni belənçi kimsə yaşasın. Neft ölkəsində yəni bəyəm, belə yaşamaq olarmı ki? Yəni bu deyirik ki, Almaniyanı dağıdılar, televizorlarda barbar bağırırlar ki, Almaniya dağılır, bizim ölkəmiz belədir, filandır. Yəni buna görə mi? Budur əsası, əsas buna görə deyirlər, yəni Azərbaycan budur da. Bu cür yaşayırıq biz. 2 ildir bu uşaqlar burada xəstəlikdən ölürlər. Ciyərləri zaten nə vəziyyətdədir, mənim imkanım yoxdur onları aparım həkimə görsətməyə. Bu qədər keçilməz olmaz axı. Biz dövlətin sakiniyik, biz də bu uşaqlar da dövlətin gələcəyidir. Bunlar da gələcəyin keşişçiləridir, dövlətin hayanıdır. Yazıq deyilmi bu uşaqlar? Məktəbə park. Bu deyirlər belənçi də aynam yoxlanış olur, hər bir şey olur. Səlim Müslümov, bax görsən əllərim yoxdur, fikir verirsin. Bir dəfə bölgələrə salın, bir yoxlatdırın, bu işçilərinizi görün, nə ilə məşğuldular, bu cəmaat hansı vəziyyətdədir, hansı aznacaqlıqdadır, hansı zülmləri çəkirlər. Bu işləri görmüsünüzmü? Görməmişsiniz axı. Görməmişsiniz ki, bugünkü gündə bu zülmü, bu körpə uşaqlar çəkirlər. Bu qədər olmaz axı. Vallahi bu cür yaşayış düz deyil. Belə dövlət alınmır. Mən fikirləşəmirəm hansı sözü tapım deyim daha sizə. Mən üzümü tutub Azərbaycan xalqına, adiyyəti qurumlara xahiş edirəm ki, əgər kimlərinsə əlindən hansısa bir köməklik gəlirsə, yəni heç olmasa mən Azərbaycan xalqına, mən dövlətdən ev istəmirəm. Bunların, bu körpələrin ünvanlı sosial yardımına olsa da, heç olmasa onu düzəltsinlər. Yəni o işi yoluna qoysunlar.